Salam, bugün mən sizə coğrafiyanın üzrə Güvən Nəşriyyatı 2024-cü il səhifə 296-da növbəti xalqlar haqqında növbəti video dərsimizi təqdim edəcəyəm. Afro-Asiya dil ailəsinə daxil olan Sami, Hami dil qrupu və onlara daxil olan xalqlar, ərəblər, İsrail yəhudiləri, amharlar, maltalar haqqında məlumat verəcəyim. Digər xalqlar haqqında video dərslərini YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmin video dərslərə baxa bilərsiniz. Və ərəblər haqqında məlumat verək. Ərəblər Afrika və Asiya qitəsində kompakt şəkildə yaşayan dünyanın ən böyük xalqlarından biridir. Səudiyyə Ərəbistanda, Suriyada, Yordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda, Əlcəzairdə, Liviyada, Tunisdə və s. yaşayan, yəni əhalinin əksəriyyətini təşkil edirlər. Yaşayırlar. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir və hazırda dünyada 21 müstəqil ərəb dövləti vardır. Və məşhur şəxslərinin burada şəkilləri var, adları qeyd olunur. Dilləri ərəb dilidir. Dini İslam, kiçik hissəsi isə xristianlıqdır. Sayları 354.503.000 nəfərdir. Və ərəblər ana dilləri ərəbcə olan başlıca ərəb yarımadası və Şimali Afrikada yerləşmiş Sami xalqıdır. Və Aralıq dənizinin cənubunda, Afrikada Böyük Səhra, Sudanda, şərqində isə İraqda və şərqdə Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Və əhalinin əksəriyyəti ərəblərdən ibarət olan, ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə ərəbcədən əlavə olaraq Şimali Afrikada Bərbərcə, İraqda Kürdcə və Türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışırlar. Və ərəblərin soyu haqqında məlumatdan qeyd edək. İbrahim Peyğəmbərin İsmail və İshak adında 2 oğlu olmuşdur. Və İslam ənənəsinə görə İslam Peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmaildir. Eyni zamanda Yəhudi və müsəlman qaynaqlara görə İshakın oğlu Yaqubun soyundan gələnlər İsrailoğullarını meydana gətirdilər. Ərəblərin atası İsmail, Yəhudilərin atası İshak, yəni fərqli analardan olma qardaşdırlar. Milli geyimləri. İsrail yəhudiləri dünyanın ən böyük yəhudi ailəsinin, yəni vətəndaşlarından ibarətdir. 74% yəhudilərdən ibarətdir. Və burada demək ki, Aşkenaz, Sefarad və Mizrahi kimi müxtəlif demək kütlələr, kültürel kökənlər, yəni mədəni etnik qruplar yaşayır. Və İbranilər kökləri İbrahim Peyğəmbərə dayanır və
burada qeyd olunur 74% Yahudilərdir. Ortodoks, reformist və mühafizəkar və ultra-ortodoks demək qruplar vardır. Burada Yahudilik içində fərqli məzhəblər və yaşayış tərzləri mövcuddur. Bunlar bu qruplar vardır və Yahudilər arasında Mizrahi Yahudilərinin sosio-kültürel ağırlığı yüksəkdir. Və böyük əksəriyyət Amerika Birləşmiş Ştatlarında və Kanadada yaşayır. Milli geyimləri burada qeyd olunur, göstərilir. Amharalar, Amhara xalqı Afrikanın yerli və Horn hissəsində yaşayan Semit dilli etnik qrupudur və Efiopiyanın şimal-qərb dağlıq ərazisi, xüsusilə Amhara bölgəsində yaşayırlar. Əhəmiyyətli əhalisi olan bölgələr burada qeyd olunur. Efiopiyada 19 milyon nəfərdən çoxdur. Amerika Birləşmiş Ştatları, Kanada, Birləşmiş Krallıq, Avstraliya, Finlandiyada böyük bir qismi yaşayır. Demək, dillər Amhara dili, din, şərqi pravoslav xristianlığı, azlıq, yahudilik, İslam və digərləri yaşayır. Yəni böyük əksəriyyəti şərq pravoslavlığı, xristianlığında, demək, azlıq isə yahudilik, İslam və digərlərinə etiqad edirlər. Və əlaqəli etnik qruplar burada qeyd olunur. Etio-semitlik, burada semitik haqqında məlumat vardır. Burada 2007-ci ildə milli siyahıya alınmaya görə Amharas Efiopiya əhalisinin 26,9%-ni təşkil edən 19 milyon 867 min 817 nəfəridir və onlar əsasən şərq ortodoks xristianlarıdır. Yəni, onlar həmçinin Efiopiya mühacir icmasında, xüsusən də Şimali Amerikada rast gəlinir. Tarixən burada Amhara və Şimali Mərkəzi Efiopiya və Eritreyada qonşu qruplar, daha dəqiq desək, diaspora özlərini Habeşa, yəni Həbəş xalqı adlandırırlar və qeyd olunur ki, tarixən Amharalar Efiopiya imperiyasında əhəmiyyətli siyasi mövqe tutmuşlar və onlar Süleyman sülaləsinin mənşəyi idilər. Və 1270-ci ildə sülalənin bərpasından bəri 4-cü Yohannes istisna olmaqla Efiopiyanın bütün imperatorları Amhara idilər. Maltalılar, Maltanın yerli əhalisi ümumi sayı 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır.
Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, Amerika Birləşmiş Ştatlarında 50 min, Kanada 39 minə yaxın Maltayla məskunlaşıb. Dilləri Malta dilidir və ingilis dilidir. Dinləri Roma Katolik kilsəsi, mənşəyi Finikiyalılar və qohum xalqlar ərəblər, italyanlar, Assuriyalılar. Malta dili Sami dillərindən ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da İtalyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır. Və burada mənşəyi, tarixi haqqında məlumat vardır. Maltalılar Avropada yeganə semit dilli xalqdır. Aralıq dənizində Malta və Qoç adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır və iqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi həyatında katolisizm çox böyük rol oynayır və əcdadları Finikiyalılardır. 1964-cü ildə özünü idarə etmə statusu alan Malta 1974-cü ildə müstəqilliyini elan etdi.